Mən Üzeyir Hacıbəyli, musiqinin gücünə, onun insan ruhunu maarifləndirən və birləşdirən qüdrətinə inanan bir bəstəkaram. Mənim ömrüm Azərbaycan musiqisinin inkişafına, şərq və qərb musiqi ənənələrinin vəhdətinə, xalqımın mənəvi zənginliyini dünyaya tanıtmağa həsr olunub. Mənim üçün musiqi sadəcə səslər yığını deyil, o bir millətin ruhunu, onun mədəniyyətini yaşadan ən güclü vasitədir. Bu inamla mən Azərbaycan xalq musiqisinin zənginliyini qoruyaraq ona yeni nəfəs verdim. Milli operamızın əsasını qoydum. Leyli və Məcnun operası təkcə mənim deyil, bütün xalqımın qürur mənbəyidir. Bu bizim musiqi tariximizdə yeni bir səhifə açan əsərdir. Mən xalqın içindən doğan melodiyaları böyük səhnələrə çıxardım. Klassik musiqinin incəliklərini milli musiqimizlə birləşdirərək yeni bir məktəb yaratdım. Musiqimdə vətən sevgisi, azadlıq ruhu, milli qürur öz əksini tapdı. İnanıram ki, bir millətin mədəniyyəti onun gələcəyini formalaşdıran ən möhkəm sütundur. Bugün də mənim notlarım, melodiyalarım dillərdə, könüllərdə yaşayır. Musiqi sərhəd tanımır. İnsanları bir araya gətirir və qəlblərə sülh, harmoniya bəxş edir. Gəlin milli irsimizi yaşadaq, onu yeni nəslə ötürək və Azərbaycan musiqisini daha da ucaldaq. Sizə səmimi duyğularımla Üzeyir Hacıbəyli.